Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bu kursumuzda Kur'an-ı Kerim'deki 125 kəlməni öyrənməklə Kur'an-ı Kerim'in 50%'ini anlamağı hedeflədik inşallah. Bu dersimizde indiki olduğumuz vəziyyəti anladan ayələrdən birini də inşallah yetişəcəyik. Növbəti kəlməmiz Kana. Kur'an-ı Kerim'de 135 dəfə təkrarlanır. İdi oldu deməkdir. İsmi cümlələrin əvvəlində işlənən keçmiş zaman feilidir. Kəinnehu, kəinnəkə, kanət, kəennə kimi rast gəlinir. Nisa surəsi 129-cu ayə. Və kanə zəlikə ələllahi yasira. Və kanə və oldu zəlikə bu ələllahi Allah üçün yasira asan. Bu Allah üçün asandır və oldu deyə bilərik. Şaə Kur'an-ı Kerim'de 56 dəfə təkrarlanır. İstəmək, diləmək deməkdir. Şaə və yəşəu kimi rast gəlinir. Bəqərə surəsi 142-ci ayə. Yəhdi mən yəşəu ilə sıratin mustaqim. Yəhdi yönəldər mən kimi, kimsəyi, yəşəu istədiyi şəxsi, ilə tərəf, sırat yol deməkdir. Mustaqim doğru yola yönəldər. O istədiyi şəxsi doğru yola yönəldər. Qəblə öncə, əvvəl deməkdir. 197 dəfə təkrarlanır. Qubələ, qəblə, qəblu, qəbli kimi rast gəlinir. Mömin surəsi 5-ci ayə. Kəzzəbət qəbləhum qavmun Nuh. Kəzzəbət təksib etdilər. Qəblə öncə, hum onlardan öncə, qavmun Nuh. Nuh qavmündən əvvəlkilər də təksib etdilər. Bəədə sonra deməkdir. 133 dəfə təkrarlanır. Yubdə, bəədə, yəbudu kimi rast gəlinir. Mömin surəsinin 5-ci ayənin elə ardıda onu dinləyək. Vəl əhsəbu min bəədihim. Vəl əhsəbu və hizblər, o firqələr, min dandan şəkilsi, bəədəhi sonra him, onlardan sonraki firqələr də təksib etdilər. İn əgər deməkdir. 691 dəfə təkrarlanır. Fəin, əin, fəini və ini, ləini kimi rast gəlinir. Bəqərə surəsi 70-ci ayə. Və innə inşəallahu lə muhtədun. İnnə biz inşəallah əgər Allah istəsə lə muhtədun əlbəttə doğru yolda olarıq. Əgər Allah istəsə biz əlbəttə düz yolda olarıq. İnnəmə amma yalnız, lakin, əksinə, sadəcə deməkdir. 145 dəfə təkrarlanır. İnnəmə və innəmə fəinnəmə kimi rast gəlinir. Hicr surəsi 49-cu ayə. Kul ya əyyuhən nəs İnnəmə ənə ləkum nəzirun mubin. Kul ya əyyuhən nas. Kul de, ya ey, əyyuhən nas. Ey insanlar. İnnəmə yalnız ənə mən ləkum sizin üçün nəzirun xəbərdar edənəm. Mubin açıq aşkar şübhəsiz də deməkdir.
İnnə 1534 dəfə təkrarlanır. Bu kəlməni 4-cü dərsdə demişdik. Həqiqətən, şübhəsiz deməkdir. Rad surəsi 11-ci ayə. Bu ayə-i şərifə xüsusi diqqət yetirməyinizi təvəqqə edirəm ki, bizim hal-hazırki halımızı, əhvalımızı çox gözəl açıqlayır. İnnəllahu la yugayyiru ma biqawmi hətta yugayyiru ma bi anfusihim. İnnə həqiqətən Allah la yugayyiru dəyişməz ma biqawmi o qövmü ki hətta ta ki yugayyiru dəyişməz ma bi anfusihim nəfslərini, içərisində olanlarını. Bu ayəyə diqqətlə baxdıqda görürük ki, bu həm fərdə aiddir və həm cəmə aiddir ki, siz nəfslərinizdəki halınızı dəyişmədikcə sizin halınız dəyişməyəcəkdir. Bu sonuncu kəlmələrə oxşarlıq cəhətdən birlikdə baxaq və fərqlərini görək. İnnə, innəma cəmsi bunlar 2370 dəfə təkrarlanır. İn əgər deməkdir. İnşaallah əgər Allah istəsə. İnnə həqiqətən şübhəsiz deməkdir. İnnəllahu ma'as sabirin. Həqiqətən Allah səbirlilərdən bir yerdədir, birlikdədir. İnnəma sadəcə yalnız deməkdir. İnnəməl əmələ bin-niyyət. Sadəcə yalnız əməl bin-niyyət, niyyətə bağlıdır, niyyətlə birlikdədir, niyyətlə bir yerdədir. İndi bu öyrəndiklərimizi inşallah təkrarlamağa çalışaq. Kanə idi, oldu deməkdir. Şaə istəmək, diləmək deməkdir. Qəblə öncə, əvvəl deməkdir. Bəədə sonra deməkdir. İn əgər deməkdir. İnnəmə amma yalnız, lakin sadəcə deməkdir. Və sonuncu kəlmədəki 4-cü dərsdən bildiyimiz kəlmədir. İnnə həqiqətən şübhəsiz deməkdir ki, inşallah bunu 4-cü dərsdə də baxıb ətraflı öyrənə bilərsiniz. İnşallah bu dərsimizi də sona çatdırdıq. Allah Teala bizi İnşallah bu dərsimizi öyrənməkdə və Quran-ı Kərimi öyrənib yaşamaqda bizləri müvəffəq eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.